İsrail və İran arasında artan gərginlik bir sıra istiqamətlərdə narahatlıq yaradıb. Bunlardan biri də turizm sektoru ilə bağlıdır. Qeyd edilir ki, hadisələr xüsusilə yaxın şərqdən gələn turist axınını azalda bilər. Ekspertlərin fikrincə qeyd olunan təhlükə Azərbaycan üçün də mümkündür. İsrail-İran münaqişəsi Azərbaycan turizminə necə təsir göstərə bilər? Global Info Asla danışan turizm üzrə ekspert Ceyhun Aşurov bildirib ki, regiondakı gərginliklər turist səfərlərinə və səyahət qərarlarına mənfi təsir göstərir. Adətən ya səfərlər təxirə salınır, ya da daha təhlükəsiz bölgələrə üstünlük verilir. Son dövrlərdə həm İran, həm də İsraildən Azərbaycana turist axını müşahidə edilirdi. 2024-cü ilin statistik göstəricilərinə əsasən İrandan 210 min, İsraildən isə 29 min nəfər ölkəmizə gəlib. Ancaq hazırki vəziyyətə görə hər iki istiqamətdə hava məkanı bağlanıb. Ekspert deyib ki, İrandan gələn turist axınının artacağı gözlənilirdi. 15 iyun tarixindən etibarən birbaşa uçuşların başlanması planlaşdırılırdı. Həmçinin Tehran və Təbrizdən həftə ərzində ümumilikdə 6-7 reysin həyata keçirilməsi nəzərdə tutulurdu. Bu da Azərbaycandakı turizm sektoruna müsbət təsir göstərəcəkdir. İndi isə şirkətlər alternativ bazarlara yönəlməlidir. Çin bu baxımdan aktual istiqamət ola bilər, ancaq tək bazarla kifayətlənmək risklidir. Aşurov əlavə edib ki, Türkiyədən ölkəmizə maraq artar. Onlarla birbaşa uçuşların olması və şəxsiyyət vəsiqəsi ilə səfər imkanı bu ölkəni Azərbaycan üçün mühüm bazara çevirir. Bu potensialdan istifadə olunmalıdır.